Bu dərsimizdə mən sizə MP3 player düzəltməyə başlayacağam. Bunun üçün bizə 4 ədəd buttons, yəni ki, knopka lazımdır. Bunu alətlər menüsündə qlavniya bölməsində birinci menyudan seçə bilərsiniz. 4 ədəd seçirik. Seçdən sonra bunları sırayla düzəldək. Kim necə istəyir öz stilini düzəldə bilər. Knopka 1-ə adını dəyişib yazırıq. Faylı aç. Knopka 2-yə yazırıq. Oxut. Knopka 3-ə yazırıq. Saxla. Və davam et. İndi knopka 4-də bunlarla bir sıralayaq. Knopka 4-ün adını dəyişib yazırıq. Stop qoyaq. Bu fayl açı dəyişək, faylı seçirik. Elə daha uyğundur. Bunu etdikdən sonra biz burada qlavniya bölməsində bizə spisak lazımdır. Gördüyünüz qlavniya bölməsində 3-cü sırada 3-cü yerdə dayanıb. Bunu seçirik və öz zövqümüzə uyğun düzəldirik yerini. Bunları etdikdən sonra bizə burada bir dənə open file, yəni ki, open dialog, открыть dialog lazımdır. Dialoq bölməsində birinci yerdən bunu seçirik və hər hansı bir yerə vururuq. Bir də bizə burada suqal lazımdır. Yəni ki, hansı ki, bunun vasitəsilə biz mahnıya səsləndirə bilirik. Gördüyünüz sistem bölməsində birinci sırada ikinci yerdə yanıb. Bunlar demək olar ki, bizə lazım olanlar bunlardır. Bundan sonra keçirik faylı seç düyməsinə vururuq. Buradan Sobtiyə seçirik. Добавить Sobtiyə klik. Klikin üzərinə işlə vururuq və açılan pəncərəyə bu kodu əlavə edirik. Sonra ok vururuq. Keçirik oxut düyməsinə. Yenidən Добавить knopkasına vururuq. Sobtiyə. Klikin üzərinə işlə vururuq. Açılan pəncərəyə bu kodu əlavə edirik. Kodu əlavə etdikdən sonra ok vururuq. Yenidən saxla davam et düyməsinə vururuq və Добавить Sobtiyə klik. Klikin üzərinə işlə vururuq. Açılan pəncərəyə bu kodu əlavə edirik. Stopa gəlirik. Yenidən Добавить. Klik. Klik seçirik. İkinci dəfə vururuq. Açılan pəncərəyə həmənki kodu əlavə edirik. Prosta burada pauzəni silib stop yazırıq. Və okururuq. Bundan sonra 4-cü keçirik. SG Player 1 var. Gördüyünüz kimi kolonka şəkli var içində. Onun üzərinə vururuq. Добавить seçirik. Начало воспроизведения seçirik. Начало воспроизведения üzərinə işlə vururuq. Və bu kodu əlavə edirik və okururuq. İndi proqram hazırdır demək olar ki, bunun işləyib işlənməyini test edək. Bunun üçün gördüyünüz bu yaşıl düyməyə vururuq. Biraz gözləyirik. Gördüyünüz kimi proqram açıldı. Buradan faylı seç düyməsini vururuq və MP3 faylı seçirik. Sezin aksu, zor yollar. Gördüyünüz kimi bura faylın adı düşür. Faylı seçirik, buradan oxut düyməsini vururuq. Məsəl üçün stop düyməsi işləyir. Sonra yenidən oxut vururuq. İndi saxla düyməsini də yoxlayaq. Gördüyünüz kimi yandı. İndi davam et. Yəni ki, proqram işləyir. Bu dərsimizdə bu qədər.